28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Son 100 ildə çox hadisələr oldu. Xalqımız işğalı, müharibələri gördü, əzildi. Ən əsası da Xalq Cümhuriyyətini və onu quran övladlarını unutmağa vadar edildi. Lakin xalqımız bir daha müstəqil dövlət qurdu. Yüz minlərlə meydanları doldurdu. Müstəqillik və respublika uğrunda mübarizə aparıb bir daha qalib gəldi. Xalq Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımızdır. Xalq bayrağımızı ilk qaldıran və bugün də onu enməyə imkan verməyən vətəndaşlarımızdır. Xalq dünən və bugün səngərdə vətənimizi qoruyan cavanlardır. Xalq şərqdə ilk teatr yaradan və bugün də sənətinə sadiq qalan insanlardır. Xalq ilk kitabxana açan və bugün də kitab yazan ədiblərimizdir. Xalq Azərbaycan Dövlət Universitetini quran və bugün də müəllim adına layiq olan pedaqoqlardır. Xalq qadınlara səs hüququnu verən və bugün də bərabər hüquqlar uğrunda çarpışan insanlardır. Xalq Cümhuriyyətin özüdür. Xalq sənsən. Cümhuriyyət bayramı sənin bayramındır. Biri o, keçmişinə bax, gələcəyini özün. Dedim plakatları maşına yığayır, hamısına gəldiniz, aydın olmaz. Ama bulvarda gezip plakattan gelsin. Yok, olmaz. Lakin Niye göreceğiz verilme plakatlara? Hansıdan onlar? Bizim hərəkətimiz. Yürüyüşə əvvəldən icazə almaq lazımdır. Əvvəldən icazə almaq müraciət olunmuyor. İndi Mən necə deyim ki, topçular şu şəkilini açarsın. Yaxud, nə bilim, Əhməd Cavadı, Polskini, bu ölkəni quran insanların şəkillərini açmışlar. Mən nə fərq deyim? Qaldırdı və gəldi, abidər də ziyarət elədi, tərpizə tutardı. Mənim, biz nə prezident administrasiyası tərəfə gedirik, nə Azərbaycan parlamenti tərəfə gedirik, nə asla başqa bir yerə gedirik. Biz sadəcə bizim parkda bulvara gedirik. Mən bunlara necə deyim? İcazə alınmıyor. Mən qışqırmıram ki, onlara, insanlara deyim ki, bu kişilərin plakatlarını aşağı salsın. Bir cümhuriyyəti qeyd Bunu mən necə deyə bilərəm? Sizin də bayramdır, bizim də bayramdır. Hamımızın bayramı. Gəlin, biz eyni millətin eyni bayramı. Bu razılaşdırılmayıb əvvəldən olunur. Bayram gərəkdir. Bizə deyirlər ki, bax bu kişilərin şəkillərini aşağı salsın. Mən deyirəm ki, bunu mən necə deyə bilərəm? Biz bayramda Çoxu icazə alsın. Mübahisə şeylər, çox xahiş edirəm, mübahisə şeylər. Onları da mən başa düşürəm, çox gözəl başlayıram. Sadəcə parka doğru gedirik, orada da Görün də, mən niyə bu düz bırakmışım? Yürüyüşe neye göreceğiz verilme? Bu qədər cəmaatın istəyini nəzərə alın. Gedək. Salam, bayramımız mübarək. Mübarək. Çağıran mı? Saxlasın. mən eləmirəm. Mən eləmirəm. Məncə biz gedək. Məncə bax adamlar qışqırırlar. sen ne diyorsan onu sen yaratsın. Mən eləmirəm. Bayaklı size hürmetten yanaştır. Kanunu bozursunuz. Qanunu pozulur. Bax mən Serbest əksinə toplaşma deyirəm. hakkında kanun var. Sen artık bayramı çözdün yürüyüşe. Bizden siyasete bu. Sen ne diyorsan hadi. Niye pis vəziyyətdə qalırsınız? Bəli, mən əksinə deyirəm ki, biz hamımız gedək toplu şəkildə. Orada da siz toplaşma hakkında kanun tələbi koyuyorsunuz. Biz Müslüman asayişe müracaat ediyorduk. Burada hər bir vətəndaşın Evvelden müracaat ediyorduk. İcazə verdik. Müraciət olunmuyor. Cumhuriyet günündə gəldi, hürmet edildi. Gel ona deyil. Mən də deyirəm, mənim bulvara gedib. Siz yapın. Bayram keçirməyə icazə verin. Qanunla da yapın. Bayram keçirməyə icazə almaq. Bu da insanın hər birinin təhlükəsidir. Sizin də bayramınız mübarək. Sizin də bayramınız mübarək. Sizin də bayramınız mübarək. Sizin bayramınız Siz də qoşulun bizə gedin. hər bir vətəndaşın təhlükəsini qorumaq
Səssiz gülsüz gəzəcək. Səssiz gülsüz gəzəcək o. Mən desəm gedir. Yüz ildə bir Şurasına geçecek. Siz de sevinirsiniz. Ben bilirəm belə. Bize kardeşim. Yola salın burada. Kardeşim. Koruyun da siz bizi korumalısınız. Elə yanlış çəkərsin, bizi qoruyacaksınız valla. Gəlin gedək. Biz size demirik. 100 ildə bir dəfə olan bir bayramdır. Bak görün uşaq da gəlib. Gəlin bir yerdə hamımız gedək valla. 100 ilin bayramıdır. Haydi. Əlbəttə. 100 ilin bayramıdır. Görün Gelelim uşaqla ya. gəlmişəm. Topla. Haydi. İcazə verin gedək. Xahiş edirəm gedin. Siz özünüz də qoşulun bizə. Hamımızın bayramıdır. Qoyun sakit yolunuzu gedək. Size ne verir ki bayramımızı kesin? Gedirik, gedirik. İcazə verin gedək. Yaxın tərəfə gedək. Balaca oğlanla gedirik. Çox sağ olun. Bunlara gedir, orada şübhəsi yox. İcazə vermişsiniz gedək. Kardeşim icazə vermişsiniz gedək. Cennet ara. Gəlin. Gəlin sakit gedək. Yüzündə bir dəfə olan bayram. Azerbaycan birinci defa burada rastlaşmış. Hayatta. Bilmem o zaman. Yol verir, cemaatla söhbət eləsin. Ortanı açın. Ortanı açın. Aç ortanı. Kenara sıxlasın, kenara. Niyə görə yürüyüşə icazə verilməməli? Vaxtında icazə alınmayıb ona görə. Əvvəldən demək lazım idi, çünki şəhərdə tədbirlər var. Başqa tədbirlərə mane olmaq olmaz. Mənə deyirlər ki, sizlər güya məni dinləyirsiniz, mənə qulaq asırsınız. Mən də onlara başa salmağa çalışdım ki, siz mənə görə bura gəlməmisiniz. Siz bura Cumhuriyyətə görə gəlmişsiniz. Mən sizə hətta desəm ki, Xosrov bəy Sultanın şəklini aşağı indirin, bilirəm ki, indirməyəcəksiniz. Ona görə mən də Dostlar, biz əvvəlcədən də demişdik ki, polislə heç bir problemimiz olmamalıdır. Çünki polislər də vətəndaşdılar, onlar da bizlərdəndirlər. Vaxt gələcək, onlar da bunu bizdən də daha yaxşı biləcəklər. Ona görə mənim sadəcə xahişim var, amma qərar vermək sizindir. Qərar vermək sizindir. Xahişim odur ki, 10-20-20, indi hər halda bulvar demişdik, bulvara gedəcək, sözsüz. Amma xahişim odur ki, toplu şəkildə etməyək bunu. Amma yenə deyirəm, qərar sizindir. Çünki siz sadəcə bizim çağrışımıza görə gəlməmişsiniz. Sizin ürəyinizdə Cumhuriyyət istəyi var, ona görə bura gəlmişsiniz. Cumhuriyyət memarları, 3 milyonun memarları. Himnum
Bu kanatı çek. Doğru. Himni de çok ya. Burada himni okuyak. Himni okuyak. Burada himni okuyak. Azerbaycan. Azerbaycan. Ey kahramanım şanlı bedeni. Senden fidan ekmeye cümle hazır. Senden fidan ekmeye cümle hazır. Ülkeci bayrağına mesulüya. Ülkeci bayrağına mesulüya. Binlerle can kurban oldu, size her meydan oldu. Büyük uğruna geçer esker, her bir kahraman oldu. Sen görürsen, sen can kurban, sen bir mehabbet, sinende tutmuş yaran, namusunu hissetmeye, bayrağını yükseltmeye, namusunu hissetmeye, cümle gençler müştaktır. Şanlı vatan, şanlı vatan, Azerbaycan, 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 Dağılışın xahiş edirəm. Dostlar, dağılışın xahiş edirəm. Hər kəsdən xahiş edirəm. Dağılışaq. Hissə bulvara gəzməyə gedək. Baş üstə, baş üstə. Gördüyünüz kimi dostlar, biz Milli Fədaliyyət Hərəkatı olaraq Azər Qasımlının məhz Bakı şəhərinin qarşısında bizim təşkilatımızın ideya müəllifi, Difai Təşkilatının qurucusu Əhməd Ağaoğlunun, Qarabağ General Qubernatoru Xosrov bəy Sultanovun şəkilləri ilə şəhərdə yürüyüş eləməsi və Daxili İşlər Nazirimizin də buna dəstək bildirməsi çox böyük bir hadisədir. Bu dövlətimizin nə qədər demokratik, vətəndaşlarımızın nə qədər demokratik şuurda olduğunu bir daha sübut edir. Çox təəssüf ki, təqsirlənən şəxs qismində olan Azər Qasımlı məhz sabah Ağır Cinayətlər Məhkəməsində yenidən siyasi məhbusumuz olacaq. Mən Azər Qasımlının prezident seçkilərində, daha doğrusu parlament seçkilərində və bələdiyyə seçkilərində çıxışlarına baxmışam. Sadəcə o çıxışları mən burada yayımlamaq istəmirəm. Çünki orada prezidenti tənqid edən çıxışlardır və bunu mən sosial şəbəkələrdə yaymaq istəmirəm. Çünki mənim də təqsirlənən şəxs qismində istintaqa cəlb oluna bilərəm. Biz bir daha Əhməd Ağaoğluya, Xosrov bəy Sultanova hörmət edən, onun şəkillərini paylaşan Azər Qasımlının bu yürüyüşünü paylaşmaqla mən bir daha sübut etmək istəyirəm ki, biz məhz bu yolun yolçusu olmuşuq. 2014-cü ildə Savat Partiyasının və 2015-ci ildən 2018-ci ilə qədər Real Partiyasının, 2018-ci ildən 2019-cu ilə qədər biz Ümid Partiyasının və 2019-2020-ci ilə qədər Yeni Azərbaycan Partiyasının üzvü olmuşuq. 2020-ci ildən isə Milli Fədaliyyət Hərəkatının və 2020-ci ilin 18 iyulda Atabəy Türk Ocağının, 2025-ci ilin
yanvar ayının 31-nə qədər Atabəy Türk Ocağının Azərbaycan Atabəyliyində təmsil eləmişik. Biz çox demokratik şəraitdə Azər Qasımlının məhkəməsində iştirak edərək ona dəstəyimizi bildiririk. Azər Qasımlı çox vicdanlı, ləyaqətli bir insandır. Baxın, onun videosunu mən şəkillərini birazdan hazırlayacağım və onun təqsirlərindən şəxs qismində bizim siyasi məhbusumuzun çıxışını paylaşacağım. Yəqin ki, bizim Milli Fədaii Hərəkatının sevənlər, Azərbaycan Respublikasının vətəndaşları bizim canlı yayımımızı izləyənlərin sayı çox olacaq. Bizim canlı yayımıza qoşulmaq istəyənlər varsa qoşulsunlar və biz debata hazırıq. Sabah hər birinizi saat 17:30-da Ağır Cinayətlər Məhkəməsinin qarşısında gözləyirik və inşallah iştirak edəcəyik. İnşallah onun xanımı Redline Channel kanalının baş redaktoru olmuş Samirə Qasımlı da iştirak edər. Yəqin ki, bizim ana müxalifət partiyaları, Müsavat Partiyası, Xalq Cəbhəsi Partiyası, bilirsiniz ki, bizim ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadə və onun siyasi varisi Azərbaycanın ilk dəfə 1992-ci il iyun ayının 7-sində prezident seçilmiş Əlfəz Elçibəyin yaratmış olduğu Xalq Cəbhəsi Partiyası da iştirak edəcək. Azərbaycan Respublikasının sabiq dövlət katibi, sabiq millət vəkili Əli Kərimli də yəqin ki, iştirak edəcək. Mən sizə əminliklə deyirəm ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də yəqin ki, məhkəmədə iştirak edəcək və yəqin ki, bizim Demokratik Qüvvələrin Milli Şurası və Milli Şuranın sədri və Təbriz 1946-cı il kitabının müəllifi Cəmil Həsənli də yəqin ki, iştirak edəcək. Biz məhkəmədən bəraət gözləyirik. Bilirsiniz ki, Konstitusiya ilində ən azı cənab prezident əfv sərəncamı imzalayacaq. Mən sonda cənab prezidentin bir çıxışını sizə səsləndirim, onunla da canlı yayımı başa çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Oktyabrın 19-da Milli Məclisdə Azərbaycan Respublikasının prezidenti seçilən İlham Heydəroğlu Əliyevin and içmə mərasimi keçirilib. Və Konstitusiya günü ilə bağlı onun da çıxışını mən görüm varsa paylaşım. Və onun mən dövlət himni oxumasını da sizə paylaşmaq istəyirəm. Çox adam deyir ki, dövlət himnini oxuyubmu?
başçısı məktəbin musiqi kabinetinə baxdı. Burada Azərbaycanın dövlət himni ifa edildi. Cənab Prezident hətta səs də verib. Mən onu da istəyərdim ki, vətəndaş olaraq səs verməni necə etmişdi, onu mən sizə paylaşım. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bələdiyyə seçkilərində səs vermək üçün paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəldilər. Dostlar, mən sonda sizə hər birinizə təşəkkür edirəm. Mən hər halda prezident seçkilərində iştirak eləmişəm və 2013-cü il prezident seçkilərində Demokratik Qüvvələri Milli Şurası hörmətli Cəmil Həsənliyə səs vermişəm. 2018-ci ildə isə
2024-cü ildə isə Azərbaycan Respublikasının baş naziri, Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin sədri, millət vəkilimiz cənab Azərbaycan Respublikasının vətəndaşı cənab İlham Əliyevə səs vermişəm. Yəni deyə bilərəm ki, İlham Əliyevi seçən və onu seçdirən 10 milyon Azərbaycan Respublikası vətəndaşıdır və əhalinin 92%-nin səs çoxluğu ilə İlham Əliyev prezident seçkilərində qalib gəlib. Ona görə də mən sizdən xahiş edirəm, gəlin İlham Əliyevin Rusiya Federasiya prezidentinə verdiyi cavabını sizə səsləndirim. Bəlkə sizə təəccüblü gələcək. Təlhək, Azərbaycanı biabır eləyən, Azərbaycan xalqının qanı axıdan, siz bunu qeyd edirsiniz. Bilirsiniz ki, Azala məxsus hərbi təyyarəni vuranda o heç bir halda üzr istəməmişdi. Mən istəyərdim ki, daha bir videonu sizə səsləndirim. Bir dəqiqə üzr istəyirəm. Deməli, həmin videonu mən sizə indi səsləndirəcəm. Deməli, İlham Əliyev təqsirləndirilən şəxslərlə bağlı, ailələrlə bağlı prezident administrasiyasına göndərilən məktubu oxuduğu ilə bağlı çıxışını səsləndirəcəm. Məktublar daxil olur. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər var, müxtəlif şikayətlər var, xahişlər var. Məhkəmə işləri gördüyünüz kimi və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə təyyarəyə atəş açılmamalı idi. Çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim xalça, rus dilində kovyor adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən 2 həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdür. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. 2 dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə indirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxstanda eniş etdi. Enişdən dostlar, deməli bizim apardığımız kəşfiyyat araşdırmalarına görə Russian Today kanallı müsahibəsində Tataristan Respublikasının rəisi ilə görüşündə Cəbrayıl şəhərində görüşdən sonra Rusiya Federasiyası məhz Grozno şəhərində bu terror aktını törədib. Əslində Bakı Grozno təyyarəsinin terrorunu törədib 24 dekabr 2024-cü ildə. Buna əlavə İlham Əliyevin başqa bir çıxışı var. Onu da mən səsləndirim. Və
Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə təyyarəyə Xalq Cumhuriyyəti yaradıldı. Bir dəqiqə üzr istəyirəm. Və Rusiya rəsmilərinin buna deməli dostlar, mən başqa bir videonu səsləndirim sizə. – 1920-ci ilin aprelində Rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. 1920-ci ilin aprelində Rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Dostlar, təşəkkür edirəm hər birinizə. Mən bir daha sizi Konstitusiya günü münasibətilə ürəkdən təbrik edirəm. Atamız var olsun. Au.